Keçən hissəni çox maraqlı bir sualla bitirmişdik. Bu aşkar nas, yəni imamın kimliyini bildirən o qəti xəbər bizə necə gəlib çatmalıdır? Adi hədislərlə, yoxsa fərqli yollarla? Bəli, yəni mənə maraqlıdır ki, əgər bu axirət qurtuluşu üçün şərtdirsə, adi bir-iki nəfərin rəvayəti bəs edir? Qətiyyən bəs etmir. Şiə alimləri yekdilliklə bildirirlər ki, İmamət məsələsi dinin üsulundan, yəni əsaslarından olduğu üçün burada əhəd, yəni tək-tük rəvayətçilərlə gələn xəbərlər kifayət etmir. Hətta o xəbərlər səhih olsa belə, bəs nə tələb olunur? Quran və ya mütəvatir hədislər. Yəni o qədər çox insan rəvayət etməlidir ki, onların yalan üzərində birləşməsi əqlən mümkünsüz olsun. Mühəmməd Sadiq Ər-Ruhani və Cəfər Əs-Subhani bunu çox dəqiq ifadə edirlər. İmamət elə bir əsasdır ki, orada yalnız qətiyyət ifadə edən elm keçərlidir. Zənn, təxmin və əhəd xəbərlər kifayət etmir. Məntiqlidir. Dinin ən böyük sütununu şübhəli və ya zəif bir ehtimala bağlamaq olmaz. Bəs Əş-Şərif Əl-Murtəza bu barədə nə deyirdi? O da təvatürü tək yol sayır. Bax, Əl-Murtaza çox incə bir fərq qoyur. O deyir ki, ümumiyyətlə hər dövrdə bir imamın olmasının vacibliyini sübut edən şey mütəvatir hədis deyil, birbaşa əql, yəni məntiq və fəlsəhədir. Amma o imamın kimliyini, məsələn, filan kəsdir, başqası deyil deyə təyin etməyin iki yolu var. Ya mütəvatir xəbər, ya da möcüzə. Möcüzə? Yaxşı, tutaq ki, imam mənim yanımdadır və bir möcüzə göstərdi. Mən də inandım. Bəs mən orada yox idimsə, məsələn, 100 il sonra gəlmişəmsə, o möcüzəni hardan görəcəm? Mükəmməl bir məntiqi boşluq tutdun. Əslində cavab da buradadır. Əgər sən o möcüzəni birbaşa görməmisənsə, o möcüzənin baş verdiyi xəbəri sənə yenə də mütəvatir yolla çatmalıdır. Yəni yekunda bütün yollar yenə də qəti və mütəvatir xəbərə gəlib çıxır. Deməli, məsələ sadəcə kiminsə adını çəkməkdən ibarət deyil. Onun ətrafında nəhəng bir əqli və nəqli isbat divarı hörülməlidir. Ay sağ ol. Və bizi bu əqli isbatların ən böyük memarlarından birinə Şeyx Əl-Mufidin təməl prinsiplərini aparan yol da elə budur. Əl-Mufid deyir ki, sən heç imamın kimliyi barədə danışmazdan əvvəl bəzi üsulları, yəni fundamental təməlləri isbat etməlisən. Hansı təməlləri? Birincisi, niyə hər dövrdə imamın olması vacibdir? Bu, lütf qaydası ilə izah olunur. Yəni, Allah insanları başlı başına buraxmaz. Ədalətli lider olmasa, cəmiyyət fəsada uğrayar. İkincisi, imam mütləq səhvdən, günahdan və unutqanlıqdan məsum olmalıdır. Çünki özü səhv edənin başqa bir düzəldiciyə ehtiyacı olar. Və təxmin edirəm ki, üçüncüsü də onun elmi və fəziləti ilə bağlıdır. Tamamilə doğru. Üçüncüsü, o ümmətin ehtiyac duyduğu bütün şərii hökmləri bilməlidir. Dördüncüsü isə, o Allah yanında və dində öz dövrünün ən üstün, ən fəzilətli şəxs olmalıdır. Çünki Allah daha üstün biri varkən, ondan aşağısını rəhbər təyin etməsi qeyri-mümkündür. Bu dörd təməl həqiqətən də çox sərtdir. Yəni, Əl-Mufid demək istəyir ki, əgər sən əvvəlcə məntiq və fəlsəfə ilə bu dörd təməli, xüsusilə də lütf qaydasını əqli dəlillərlə isbat edə bilməsən, imamının kimliyini axtarmağın heç bir mənası qalmar. Bütün bina uçur. Məhz belə. Müəllif də mətnin sonunda məhz buna diqqət çəkir. Deyir ki, əgər imamətin özünün zəruriliyi və lütf qaydası əqli dəlillərlə isbatını tapmasa, imamların şəxsiyyətlərini axtarmaq qeyri-mümkündür. Hər şey o təməl məntiqdən başlayır. Həqiqətən də bu məsələnin yalnız hədis yox, necə dərin bir fəlsəfə və kəlam elmi üzərində qurulduğunu indi daha yaxşı anladım. Çox aydınlaşdırıcı oldu. Elədir. Ümid edirəm ki, dinləyicilərimiz üçün də faydalı bir xülasə oldu. Bizi dinləməyə davam edin.